Zaqatalada piyada avtomobillə vurulub. Hadisə ötən gün səhər saat 8 radələrində rayonun Suvagil kənd yolunda baş verib. Suvagil kənd sakini 1966-cı il təvəllüdlü Xatirə Məmməd qızı Soltanova idarə etdiyi VAZ 21099 markalı 62 BF 988 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən maşının qarşısına çıxan piyada rayonun Gözbax kənd sakini 1942-ci il təvəllüdlü Cəbrayıl Əlioğlu İsayevə vurub. Qəzadan sonra hadisəni törədən sürücü Xatirə Soltanova yoldakı adamların köməkliyi ilə xəsarət alan 74 yaşlı Cəbrayıl İsayevi Zaqatala rayon mərkəzi xəstəxanasına aparıblar. Xəstəxanadan verilən məlumata görə ağır kəllə beyin travması diaqnozu ilə reanimasiya şöbəsində müalicə alan Cəbrayıl İsayev sentyabrın 5-də axşam saatlarında keçinib. Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır. Jalə Bayramlı, İlkin Akifoğlu, Səs TV, Zaqatala.